İnsan bilsin ki, heç millət olaraq demirəm, cins olaraq, növ olaraq, insan olaraq. Biz görək ki, insan olaraq bizim həm cinslərimiz, həm növlərimiz, bizim qardaşlarımız, bizim kimi insan olan insanlar hansı uğurlara tarixdə nail olublar, hansı məhdud imkanlarla hansı uğurlara nail olublar. Bunu araşdırmaq, buna baxmaq da insana böyük bir ürək verir, böyük bir motivasiya verir ki, bəli, mənim hansı uğurlara nail olublar ki, hansı məhdud imkanlarla nələr yaradıblar, nələr qurublar. Amma mən bir günlər durmuşam, deyirəm ki, o azdır, bu çatmır, bu bəhanədir, o filan. Hansı xəstəliklərlə nələrə nail olublar? Canlarında hansı xəstəliklər? Baxın, qıtlıq şuurundan xilas olmaq lazımdır. Baxsaz, dönsəz, özünüzə baxsaz, görəcəksiniz ki, təəssüf ki, bu xəstəlik yoluxucudur. Ətrafınızda qıtlıq şuurunda olan insanlar varsa, onlar sizi də yoluxdurublar. Və təəssüf ki, Azərbaycan cəmiyyəti, xalq olaraq çoxlu insanlarla söhbət eləyərək deyirəm də bunu. Adam onu görür ki, qıtlıq şuurundan əziyyət çəkirlər. Çox az elə insanlar var ki, zəngindir də. Mən görürəm bəzən elə insanlar. Zəngindir də adam. Danışsın, görürsən, zəngindir də. Aktyorluq da eləmir ha, sizin xoşuna. Görürsən, belədir adam. Görürsən, belədir, bu məhdud imkanlarla eləyəcəm, bacaracam, belə eləyəcəm, elə eləyəcəm.